Bir daha sabahınız xeyir olsun, hörmətli izləyicilər. İdman səhər davam edir və bugün biz ölkə futbolundan və ölkə futbolunun yaralı tərəflərindən biri, yaralı mövzularından biri stadionlarımızdan danışırıq. Çünki stadionların ot örtüyündə olan problemlər hələ də davam etməkdədir. Öz evində oyunlarını keçirə bilməyən klublarımız hələ də qalır. Bəs bunun başlıca səbəbləri hansılardır? Həm bu suala, həm də digər məsələlərə aydınlıq gətirmək üçün ilk bağlantımı sizə təqdim etmək istəyirəm. Mənimlə bağlantıda Turan Tovuz klubunun rəsmi fan klublarından biri, yəni fan klubu The Hunans'ın, Hunan azarkeş qrupunun rəhbəri Nicat Cəfərzadədir. Nicat bəy, sabahınız xeyir olsun. Sabahınız xeyir, vaxtınız oldu, xeyir. Nicat bəy, mən istəyirəm siz əvvəlcə The Hunans sözünü, ümumiyyətlə o adı daha dəqiq şəkildə izah edəsiniz izləyicilərimizə və ardından da öz azarkeş qrupunuz barədə biraz geniş məlumat verəsiniz. Təşəkkür edirəm dəvətiniz üçün ilk öncə. Deməli, bizim azarkeş qrupunun adının yaranma səbəblərindən biri yerləşdiyimiz ərazidir. Çünki bizdə qədim Hunan şəhəri olub, indiki Tovuz ərazisində əvvəllər tarixdə. Bundan əlavə, hazırda da Hunanlar adında kəndimiz var, yaşayış məntəqəsi var. Hansı ki, biz buradan götürdük, komandanın adı Turandır. Burada biraz təsir elədi. Qədim Hunlardan əsərləndik, belə deyək. Hunans qrupunu yaratdıq. Adının ingilis dilində olmaq səbəbi inşallah ki, gələcəkdə komandamızın Avropaya çıxacağı təqdirdə yanıtı üçün qrupun adı onlar üçün maraqlı gəlib, Tovuzu araşdıra bilərlər, fan klubumuzu araşdıra bilərlər, komandamızı araşdıra bilərlər. Biz bundan yola çıxıb fan kluba bu adı seçdik. Bir qədər müasir ruh qatmağa çalışmışsınız. Bəli. Qrupumuzun iki hissədən ibarətdir üzvləri, belə deyim, Tovuz qrupu var, bir də Bakı qrupu var. Hansı ki, Bakıda yaşayan Tovuzlular, burada olan Tovuzlular olaraq biz təşkilatlanıb komandanın Bakı və digər səfər oyunlarında dəstək olmağa çalışırıq. Dediyim kimi, yəni, qrupumuzun əsas fəaliyyəti əlbəttə ki, Tovuz tribunasının inkişafı, ölkə tribunasının inkişafına öz töhfəmizi verməkdir. Bazardığımız qədər fərqli işlər görməyə çalışırıq. Özümüzün podkastımız var, qrupa aid olan, hansı ki, hər ay çalışırıq bundan təşkil edək. Bundan başqa azarkeşlər arasında sorğularımız olur, tribunadan əlavə fəaliyyət kimi. Tribunada da əlbəttə ki, öz atributlarımızla komandamıza, dəstələrimizdən dəstək olmağa çalışırıq. Nicat bəy, bir sualım var. Siz Bakı qrupu var, Tovuz qrupu var. Bəs Bakıdakı azarkeşlər Tovuza gedirmi vacib maçlar olanda, mərkəz oyunlara? Bəli, gedirik əlbəttə ki, yəni, ən az minimum sayda olsa Bakıdan da Tovuza gedirik. Tovuzdakı yoldaşlar da bilirik dəstək olmaq üçün. Mən Sumqayıt oyununa bağlı plan da əslində mən Tovuza getmişdim bir yaxınlarda, sadəcə məlum səbəblərdən alınmadı, ona görə qayıtdıq. Bəli, Tovuza da, digər rayonlara da ilk günlərinə düşməyən bütün oyunlara, həftə içinə düşməyən bütün oyunlara Bakıdan da dəstək olmağa gedirik. Biz stadionlardan danışırıq bugün və biz bilirik ki, Turan Tovuzun da stadionu, ev oyunlarını keçir Tovuz şəhər stadionunda problemlər davam edir və hələ də ot örtüyünü tam bərpa edib hazır vəziyyətə gətirə bilməyiblər. Bu barədə klub rəsmiləri məlumat vermişdilər, mətbuat xidməti məlumat vermişdi və bu problemi hava şəraiti ilə əlaqələndirirlər ki, Tovuzda fırtınadır, filandır, aynə bilim, soyuqdur, buz bağlayıb əriyir. Yəni bu səbəblər, yəni bu problemlər həmişə olub. Əslində bu problem deyil, bu təbiətdir, bu hava şəraitidir. Və bu hava şəraiti mən düşünürəm ki, əvvəldən nəzərə alınmalıdır. Və mövsümün əvvəlindən, yəni Tovuz rəhbərliyi, Turan Tovuz rəhbərliyi bilməlidir ki, qışda burada şaxta olur və 0 dərəcədən aşağı olur temperatur. Və bu zaman nə olur? Ot örtüyü donmalıdır. Və bütün bu məqamları nəzərə alaraq qışa hazırlıq görülməlidir ki, sonradan komanda gəlib öz doğma şəhərindən 500 kilometr təxminən deyirəm mən aralıda Sumqayıtla ev oyununu Sumqayıtda keçirməsin. Siz nə düşünürsünüzsə, bu problem ümumiyyətlə necə həll olmalıdır və problemin əsas səbəbləri nələrdir? Açıq, mən də bununla bağlı hava şəraitini eşitmişdim. Hətta klub rəsmiləri bizdən mütəmadi olaraq əlaqədə olurlar, bizim qrupun problemlərini və digər şeyləri dəyərləndiririk, görüşlərimiz olur. Görüşdə bu məsələ ilə bağlı bizim yoldaşlar öz narahatçılıqlarını bildiriblər. Bizə də açıqlama eyni formada olub. Burada açıq, mən biraz fikirləşirəm ki, klub
rəhbərliyinin ilk təcrübəsidir. Bildiyiniz kimi Tovuzda uzun müddət süni örtük olubdur. Buna görə biraz səbirli olmağa öz adıma deyirəm, qrupumuz adına deyirəm. Biz mövqe olaraq daha çox seçmişik. Yəni onların ilk təcrübəsi idi, nəsə səhvlər ola bilər. Əsas yükün mən fikirləşirəm ki, şirkətin üzərinə düşür. Hansı ki, bu işi təşkil edən şirkətin üzərinə düşür ki, onlar Qəbələ kimi daha soyuq şəhərdə belə, yəni bu yol örtüyünü həmin şirkət təşkil edir, hamımızın tanıdığı. Orada işi çatdırıblar, burada çatdıra bilməyiblər. Bəli, yəni burada mən fikirləşirəm ki, müəyyən qədər şirkətin də hər hansı bir məsuliyyətsizliyi mi deyim və yaxud da ki, ehtiyatsızlığı mı deyim olubdur. Tovuzda da son illərlə soyuq qışlardan biri keçir olmağın, amma əlbəttə ki, siz dediyiniz kimi bunlar hamısı ehtimallar nəzərə alınmalıydı. Çünki dağətəyi bölgədir, qar yağa bilər, şaxtalı havalar ola bilər. Daha öncə tədbirlər görülsəydi, məncə problem olmaya bilərdi. Amma yenə də biz azarkeşlər olaraq, mən açığı Bakıda olan azarkeşlər üçün bir mənada sərf edir ki, biz Bakıda oyunlara daha rahat gələcəyik. Amma əlbəttə ki, Turan Tovuzundur. Tovuzdakı azarkeşlər daha çoxdur və daha böyük dəstək verirlər. Biz nə qədər burada onların yoxluğunu bildirməməyə çalışsaq da, qapatmağa çalışsaq da, onların oyunları daha çox izləmək haqqı var, ev oyunlarını. Mən də fikirləşirəm ki, burada zərər çəkən Tovuz azarkeşi oldu ki, biz tribunalarımızı doldurub komandamıza daha çox dəstək verə bilərik. Nəinki Sumqayıtdan ev oyunu oynamaq. Nicat bəy, son olaraq keçək Ölkə Premyer Liqasına. Turan Tovuz son turda qələbə qazandı Sumqayıt üzərində və 3-cü pilləyə yüksəldi. Siz təbrik edirəm. Və Turan Tovuzun bir dənə az keçirdiyi oyun da var. Yəni Qəbələ ilə maçdır. Düzdür, o oyuna hələ var. Yəni oyundan ayrıca danışmaq olar. Amma Turan Tovuzun növbəti görüşü Qarabağladır. Və nəzərə almaq lazımdır ki, Qarabağ Çempionlar Liqasında Liverpoolla maçdan sonra Turan Tovuzu qəbul eləyəcək Azərsun Arenada. Orada da yorğunluq olacaq, aydın məsələdir. Müəyyən o emosional dəyişikliklər baş verə bilər komanda. Necə ki, bu həftəni, yəni son turun oyununda 17-ci turda birdən-birə məğlub oldular gözlənilmədən Kəpəzə. Burada əsas məsələ nə idi? İkinci heyət çıxmışdı oyuna, meydana. Və əsas heyətdən demək olar ki, heç kim yox idi. Qurban Qurbanov sonradan çalışsa da, həmlələr etsə də bir xeyri olmadı. Yəni oyunda heç cür təsir göstərə bilmədi. Nə düşünürsünüz? Turan Tovuzda da, yəni Turan Tovuzun da Qarabağla maçı bənzər senari ilə gedə bilərmi? Çünki Liverpool səfəri var və Liverpool səfərindən 3 gün sonra Qarabağ Turan Tovuzu qəbul edir. Bəli, mən də bunu açılıb neçə gündür bunu götür-qoy edirəm ki, Kəpəz oyundan sonra necə olacaq? Liverpooldan oyunu Qarabağın çox önəmlidir onlar üçün. Çünki Qarabağın play-off şansı düz 99%'dir, amma yenə də bunu 100% eləmək üçün Liverpooldan oyunu döyüşəcəklər, ən azından döyüşəcəklər. Biz də əlbəttə ki, burada ümidliyik ki, rəqib orada yaxşı nəticə göstərib güc sərf eləyər və bizdən oyunda müəyyən qədər rotasiyalar olar. Yəni, Turan azarkeşi üçün əlbəttə ki, komandamızın oyunu lap əsasdır, lap vacibdir. Və yenə də Qarabağın ikinci heyətində keyfiyyətli oyuncular var. Orada fikirləşirəm ki, sadəcə ikinci heyətdəki oyuncuların oyun praktikası mı deyim, bir yerdə çox oynamamaq mı deyim, onların Kəpəzdən oyununa təsir eləmişdi. Mən öz azarkeş prizmasından baxsam, inşallah ki, bizdən oyunda da büdürəyərlər. Turan keçən mövsümdə Qarabağdan oyunlarda kifayət qədər yaxşı nəticə göstərmişdi. 2 qələbə, 1 bərabərliyimiz olmuşdu 4 oyuna. İnşallah ki, qələbə qazanarıq bu oyunda da. Və son olaraq, bilirəm, siz Turan Tovuzda azarkeşsiniz, amma mən Sabahla bağlı da soruşmaq istəyirəm. Çünki Sabah hazırda vahid liderdir və bu mövsüm Sabahın çıxışı çox xüsusidir. Mən belə düşünürəm. Yüksək səviyyəli futbol nümayiş etdirirlər və belə davam etsə Sabahın qarşısını kim ala bilər? Açığı hazırki vəziyyətdə Qarabağın Avrokuboklarda davam eləmək şansını da nəzərə alsaq, Sabah üçün çempionluq şansları deyək, daha yaxşı görünür. O yol onlar üçün açıq görünür. Hazırdakı xal fərqi də bunu deməyə əsas verir. Aralarında sadəcə bir oyun qalıbdır. Digər oyunlarda Sabah rəqiblərə çox üstünlük qurur. Bizdən oyunlarda təəssüflər olsun ki, biz məğlub olduq onlara. Sabahın hazırda yaxşı bir heyəti var. Müəyyən transferlər olmasa ilin sonuna doğru biraz çətinlik çəkə bilərlər, mən fikirləşirəm. Amma Azərbaycan çempionatı üçün kifayət qədər keyfiyyətli oyuncuları var. Baş məşqçiləri müasir futbolun tərəflərinə cavab verən biridir. Oyunların analizləri olsun, rəqib analizləri olsun, oyun içindəki müdaxilələr olsun. Çox keyfiyyətlidir, hiss olunur.
Ona görə də sabahın çempionluq şansı hazırda mən real görürəm. Əgər Qarabağın Avrokuboklarda fevral ayının sonuna qədər davam eləsə, müəyyən qədər xal itkilər deməkdir bu. Bu da sabahın şansını artırır fikirləşirəm ki. Çox təşəkkürlər Nicat bəy, fikirləriniz üçün. Sağ olun, Minnətdaram. təşəkkür Sizin fan kluba uğurlar arzu edirəm Adarkeş qrupuna. Siz biraz əvvəl mənə sayı da qeyd etdiniz. Təxminən 100-ə yaxın Adarkeş hazırda sizin bu Hunans Adarkeş qrupunda yer alır. Ümid eləyək ki, o say 1000-ə, 10.000-ə çatar və qərb təmsilçilərimizin, ümumiyyətlə bölgə təmsilçilərimizin daha da inkişaf etməsinə, Avrokuboklar da iştirak etməsinə və həmin Avrokubok maçlarında sizləri də arenada görməyə qismət olar bizə. Sağ olun, bir daha. Çox təşəkkür edirəm dəvətiniz üçün, çox sağ olun. Hörmətli izləyicilər, bizimlə bağlantıda Nicat Cəfərzadə idi. Turan Tovuzun The Hunans, Hunlardan gəlmə bir addır. The Hunans Adarkeş qrupunun rəhbəri.